Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmrasılovla bağlı paylaşım edib. Xəbər verilir ki, sənətçi birlikdə çəkdirdikləri klipdən kadrlar yayımlayıb. Rəqsanə həbsdən çıxandan sonra etdiyi ilk paylaşımında elə darıxmışam ki, qısa şərhini yazıb. Müğənni bu paylaşımı ilə həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbətlərə də son qoyub. Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl zinət əşyalarını ələ keçirməklə ittiham olunurdu. Eyni zamanda Fazil Əmrasılov da cinayət məsuliyyətindən cəlb edilərək barəsində polisin nəzarəti altına verilmək qətimkan tədbiri seçilmişdi. Sosial şəbəkələrdə yayılan iddialarda Rəqsanə İsmayılova ilə həyat yoldaşına ayrıldığı deyilirdi. Bu iddiaların yaranmasının səbəbi isə müğənninin azadlığa çıxdığı gün Fazil Əmrasılovun onun yanında görünməməsi olub.